Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Qarabağ Savaşı Ədəbiyyatımızda adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. Bildirib ki, həm torpaqlarımız işğal altında olduğu dövrlərdə, həm də Qarabağ azadlığına qovuşduqdan sonra sözü gedən mövzuda bədii əsərlər yazılaraq nəşr olunub. Elçin Hüseynbəyli vurğulayıb ki, elə dəyərli nümunələr var ki, onlar təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müxtəlif antologiyalar şəklində, eləcə də fərdi yaradıcılıq nümunələri kimi tanınıb. Konfransda mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, nəsr və dramaturgiya, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan Publisistika, Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının rəhbəri şair İbrahim İlyaslı isə poeziya üzrə məruzələrlə çıxış ediblər. Düşünürəm ki, ciddi məsələ. Yəni şairin işi qələmləndirsə, deməli, o bütün enerjisini sıxmalı doğru ki, necə ki, bizim qazilərimiz, şəhidlərimiz döyüşüblər, onu yazdığı şeir də ona layiqdir. Qəhrəmanımızın, şəhidimizin tərcümeyi halını yalnız yazmaqdır, bu məsələ, bu iş bitmir. Söhbət şeirdən gedir. Bir də bizim şəhid və qazilərimizin yaradıcılığı, bu da mənim masanın üstündə belə deyək, antologiya var, onların şeirlərindən ibarət, şəhid və qazilərimizin şeirlərindən ibarət kitablardır. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Birliyin birinci katibi, xalq yazıçısı Çingiz Abdullayev, sədr mavini 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, məktəb, ailə və ədəbiyyatın böyük roludur. Həqiqətən də bizim ədəbiyyatımız bu illərdə ümumiyyətlə Azərbaycan xalqının milli düşüncəsinin, milli mənliyinin unudulmamasında böyük rol oynayıb və hesab edirəm ki, bundan sonra da ədəbiyyat nə qədər populyar olmasa da yenə ədəbiyyatçılar xalqımızın düşüncələrinə təsir edən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair tərcüməçi Səlim Babulluoğlu Son 30 ildə və daha əvvəlki dövrlərdə Azərbaycanın tarixi, keçmişi və gələcəyi ilə bağlı bütün maraqlı əsərlər yazılır. Bax, burada əyləşən hər bir adam, kimi roman, kimi povest, kimi hekayə, kimi şeir, kimi poema yazırlar. Sadəcə biz yaxşı oxumaq. Millət vəkilləri Hikmət Babaoğlu, Elnari Akimova reallıq hissinə köklənərək, pozitiv şəkildə qeyd etmək istəyirəm ki, biz mənə elə gəlir ki, səfərimizlə bağlı layiqli mətnlər meydana qoymuşuq və hələ bundan sonra da təbii ki, qoyacağıq. Xalq yazıçısı Elmira Axundova Əlbəttə ki, çox dəyərli məqalələr, publisistik yazılar, gözəl hekayələr və povestlər, bilirsiniz, hamısı var. Şimdi mən danışım özümdən, mən müharibə başlayanda 44 günlük biz Ukraynada işləyirdik. Mən və mən komandam və biz dərhal ondan qabaqda biz qərara gəldik ki, Qarabağ mövzusu haqqında bir böyük bir kitab yaradaq və mən yığdım o əsərləri. Biz axırda Ukraynada bu kitabı çap elədik, qısa bir rekord şəkildə. Biz onu dekabr ayında, 20-ci gün dekabrında biz onu çap elədik. Filologiya elmləri doktorları Yasif Nəsirli və Vaqif Yusifli iştirak ediblər. Bildirilib ki, son 30 ildə və daha əvvəlki dövrlərdə Azərbaycan tarixinin müxtəlif mərhələlərini əhatə edən maraqlı əsərlər yazılıb. Qeyd olunub ki, Qarabağ mövzusunun müasir Azərbaycan ədəbiyyatında əks olunması, müharibə ilə bağlı xatirələrin bədii təcəssümü, vətənpərvərlik ruhunun ədəbi təbliği mühüm məsələlərdəndir. Tədbirin sonunda xalq yazıçısı Anar çıxış edərək, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsində bədii əsərlərin əhəmiyyətli rolunu nəzərə alaraq, Azərbaycan Yazıçılar Birliyində qeyd olunan məsələyə xüsusi diqqət ayrıldığını vurğulayıb. Bildirib ki, son bir neçə ildə yazıçılarımız tərəfindən Qarabağ savaşı ilə bağlı dəyərli ədəbi nümunələr ərsəyə gəlib və bu mövzu aktuallığını qorumaqdadır. Keçirilən bu tədbiri mən çox varlı hesab edirəm. Qarabağ hadisələrindən ədəbiyyatın rolu haqqında müxtəlif fikirlər var və bəzi fikirlər çox həqiqətdən çox uzaq. Qeyd edək ki, tədbir çərçivəsində Qarabağ savaşı mövzusunda əsərlərdən ibarət sərgi də nümayiş olunub. Nigar Abbasova, 525-ci kanal.